Söz verin buna ki, İmam Hüseynə layiqli əzadar olasınız. Söz verin buna ki, minnətsiz əzadar olasınız. Bəzən mən əzadarlıq eləyirəm, xidmət göstərirəm, minnət qoyuram. Mənsə sizin bir işiniz aşmaz. Mənim işim. Əcib qəribsiniz. Mənimdir bu. Mən gəlməsəm bu çökəcək. Sən kimsən? Sən gəlməzsən, yerinə başqası gəlir. Bax, bu minnətdir. Burada hər nə xidmət varsa, o mənim deyil. Nə də bu məscidin deyil. O İmam Hüseyin. Elindir, o bağındır. Kim nə xidmət eləyir, əcri indəllah, Allahın yanında. Amma bəzən minnətdən insan diqqət eləmədiyi xırda minnətlərdən mükafatları aradan gedir. O vaxt dedim ki, İmam Hüseyin ağa verir da bu ağadır. Amma o minnətli yerlər, o görürsən, baxın sizə bir də misal vurum, bu kameralar çəkir. Bunlar nə cür çəkir? Harda hərəkət var, ora qırmızıdır. Düzdür? Harda hərəkət yoxdur, boşdur. Hərəkət var, qırmızıdır. Hərəkət yoxdur, boşdur. Oradan bilirsən ki, hərəkət olan yerlərdə insan get-gəl eləyib. Daha o boş yerə baxmırsan da, çəkirsən, qırmızıda baxırsan. İndi bu İmam Hüseyin əleyhissalamın məclisi gedir də buzur, bir filmdir. O minnətli yerlər boşdur. Minnətsiz yerlər qırmızıdır. Getdi də bunlar, yoxdur. İxlas, ixlas, ixlas. Hər bir şeydə ixlas. Allaha qul olarsan, ixlas. İmam Hüseynə əzadar olarsan, ixlas. Heç bir minnət lazım deyil.